Uşaqlar, deməli 9-cu siniflər üçün 20 sınaqdan sınaq 15-in grammar hissəsi və story hissəsinə baxacağıq. Okay. 13-cü sualdan başlayaq. Noise səs-küy sözü sailmen isimdir. Sailmen isimlə many işlənmir. Çıxacam. Much, a little, a lot of, little işlənir. İndi mən mənaya baxacağam. Baxım görüm hələ. Biri çıxandan sonra variantlardan 3, 4, 5 qalır. Bir də 2, 4 qalır. 3, 4, 5-də bir dənə anormallıq var. Little mənfilik bildirir, azdır. A little, a lot of yenə biraz müsbətlik bildirir. Ona görə bu 5-ə görə məcburam mən bunu çıxım. Avtomatik 2, 4 qalır. İndi mənaya baxırıq. So we couldn't hear each other. Deyir ki, biz bir-birimizi eşidə bilmirdik. Eşidə bilmirdiksə, onda çox səs var idi. Düzdür? Much bir də a lot of yazarsan. 14-də. Passivə çevir, yəni məhsula çeviririk cümləni. Julia cümlənin mübtədasıdır. Mübtədalar eyni olmaz. Tamamlığımda some pictures-dır. Painted, past simple, keçmiş qeyri-mənalı zamanda was verb plus participle to lazımdır. Some pictures-la başlayacaq, was verb plus participle to olacaq. Okay. Are olmaz. Pictures cəmdədir. Was yox, were-lə işlənər bu. Okay, keçdik. Növbəti hissəm. Some pictures were painted, yox, were painted. Participle to formasında olmalıdır. İD artırılmalıdır. Were painted by Julia. De düzdür. Were been-də bir ifadə yoxdur uşaqlar. 15-ci sualda. Don't haven't to-su çatışmır. Haven't deyə bir modal feilimiz yoxdur. Haven't-dan sonra tutaq ki, deyəsiz ki, ay müəllimə, burada choose a correct variant yazıb. Mən hardan bilim modal feili istəyir ki, bəlkə elə haven't elə köməkçi feildir. Haven't köməkçi feildir uşaqlar özündən sonra participle to formalı feil istəyir. Yəni ya idili feil ya da kökdən dəyişmədə üçüncü forma. Park to məstərdir. Oradan bilirəm. Gördünüz? Yaxşı, must, should, mustn't. İki təsdiq bir inkar varsa inkarı götür. You mustn't park the car in front of the entrance. Deyir, girişin qabağında saxlaya bilmərsən maşını. Okay. Saxlamamalısan daha doğrusu. The glass of windows mübtəda xəbər uzlaşmasıdır. Buradan da gördüyünüz kimi. İsim, söz önü isim varsa söz öndən əvvəl. Glass, stəkan sözü təkdədir, tək xəbərlə işlənir. Are, were, cəmdir deyə 1 və 3-ü götürməyəcəm variantlardan çıxıram. Cavabım 2, 4. Belə bir sual verəsiniz. Ay müəllimə 5 niyə olmadı? Çünki will həm tək həm cəm xəbərdir uşaqlar. Will'in B'si yoxdur. Will be olmalıydı. Buna görə. 17-ci sualda last year, bax last year. Keçmiş qeyri-müəyyən zaman zərfidir. Since last year varsa, keçən ildən bəri inci bitmiş zaman zərfidir. Yəni have has plus participle-dur. Carol 3-cü şəxsin təkidi has noun olacaq. Bir də deyirəm last year keçmiş qeyri-müəyyən zaman zərfidir. Amma əgər since last year yazıbsa, bu artıq indiki bitmiş, yəni present perfect-in zaman zərfidir. Have has plus participle olur. 18-də you shouldn't eat a lot of chocolate. Deyirsən, çox şokolad yeməməlisən. You have a toothache. Sənin diş ağrın var. Bağlayıcı bölməsidir. Əgər diş ağrın varsa, çox şokolad yeməməlisən. Sən çox şokolad yeməməlisən, çünki diş ağrın var. Amma diş ağrın var olmaz. Or you have a toothache. Deməli, deyəcəm ki, yoxsa dişin ağrıyar. Zooda mənaca düz gəlmir. Baxmayaraq ki, dişin ağrıyır. Sən şokolad yeməməlisən, məna düz gəlmir. 1, 2, 4-ü götürə bilərəm rahatca. Bu da debəndir. Would you like to watch? Okay, movie sözü sayılır təkdədir. Qarşısında article istəyir. Boşluq yazmayacağım. Watch a movie at the cinema. Sinemada film izləmək istərsənmi? At the cinema. Keçdik 20-də. John is thin, arıq, overweight, çök. Overweight, çök. Tall, hündür, thin, arıq. Okay. His parents ask him not to eat. Aha, fatty, yağlıdır. Deyir ki, John arıqdır. Valideynlər deyir ki, ona yağlı yeyəcək yemə. Uşaq arıqdır, ölür. Gəbərir. Niyə yağlı yeyəcək yeməsin? Biraz yesin kökəlsin də. Nə olacaq ki? Olmaz məsələn. Deyir artıq çəkilidir, kökdür də patlayır. Deyir ki, çiğ yemək yeməsin. Xeyr, doğru deyil. Kökdür deyir bu uşaq, oğlan. Anası da dəstə deyir ki, fatty, yəni yağlı yeyəcək yemə. Qoy biraz arıqla, gözəl ol, yaxşı ol, qəşəng ol, fit ol. Nəsə də fatty yeyəcək yemə deyir. Yəni yağlı yeyəcək yeməsin deyir. Anası ilə də atası deyir ki, kömək nə idi bu? Xahiş edir ki, əzizim oğlum
Yağlı yiyəcək yemə, sən onsuz da köksən deyir yəni ki. Deyir hündürdür bu oğlan, uca boydur, yaxşı bişmiş yeməklər deyir yeməsin. Anası və atası deyir ki, bəs neynəsin, yaxşı bişmiş yemək yeməsin, neynəsin bu yazıq. Yedi də deyir arıqdır, atası ilə anası deyir ki, dadlı yiyəcək yemə, məna düz gəlmir uşaqlar, cavab C variantı. Sonra keçirik 21. Flood, daşqın, fog, duman, gale, güclü külək. Gale, a very strong wind, güclü külək. Bu söz 18-ci sinif sözlərindən uşaqlar. 3-ə A variantı olacaq. A very large amount of water that covers an area. Deyir ki, bir ərazini örtmüş su birikimi. Yəni çox miqdarda su. Yəni nə? Daşqın, sel, 1-ə B variantı, onda cavab çıxdı A variantı. 2-yə də C. A thick cloud near the ground, deyir ki, torpağa yaxın olan qalın bulud, bu da fog, duman. Və 22-ci sualda unknown, bilinməyən antonimini istəyir. Antonimi nə olacaq? Bilinən məşhur, prominent, görkəmli məşhur, well-known məşhur, unpopular, infamous isə məşhur olmayan, yəni bilinməyən. Bu sinonimdir bu 2 ilə 4. Antonim istədiyi üçün 1 və 3 götürürük, o da C variantı. 23-də do you go swimming? Sən üzməyə gedirsənmi? Okay, necə dedim? How often do you go swimming? Sən hansı sıxlıqda üzməyə gedirsən? When do you go swimming? Sən nə vaxt üzməyə gedirsən? Kimin üzməyə gedirsən olmur. How much, nə qədər üzməyə gedirsən? How muchdan sonra sayılmayan isim falan gəlməlidir. Belə olmur. What da məna düz gəlmir uşaqlar. Yəni ki, 2-5 hardadır? Y variantı bitdi. Be careful, diqqətli ol. Don't hurt, bax don't. Cümlə feillə başlayırsa əmr cümləsidir. Don't-la başlayırsa əmr cümləsidir. Əmr cümləsində də yourself ya da yourselves yazırıq. Yəni ki, qayıdış əvəzliyi 2 və 4 B bəndi. 25-də pairs of synonyms, sinonimlər cütlüyünü istəyir. Possible, mümkün, impossible, qeyri-mümkün, antonimdir. Cheap, ucuz, expensive, bahalı, antonimdir. Olmadı. Damage, zərər, ziyan, harm, zərər, ziyan. Construct, build, ikisi də tikmək deməkdir. Above, yuxarı, next to, yanında, əlaqəsi yoxdur. Yəni 3 və 4 olmuş olur cavabımız. Keçək writingimizdə yazaq. Hə, uşaqlar nə göstərir burada? Şəkil çox gözəl düşüb, yenə görə bilmirəm. Uşaqlar idman edirlər deyəsən. Bunlar qaçırlar. Bunlar da baxırlar. Hə. Heç nə. Yaxşı. Nə deyək? Deyəcəm ki, tamam. Aha, birinci vaxt ifadə edim. Məsələn, deyirəm ki, it was, dili dəyişməmişəm, uşaqlar gözləyin. It was a nice, məsələn, summer day. Gözəl bir yay günü idi, düzdürmü? Aha. Deyəcəm ki, uşaqlar idman zalında idilər. Children were at the gym. Haradaymış? İdman zalında idilər. Demək, deyəcəm ki, some of them, bəziləri ağırlıq qaldırırdı. Some of them. Məsələn, tutaq ki, ağırlıq daşlarını, uşaqlar, bilmirəm, necə ifadə edə bilərəm. Yəni, yaxın olsun da, səhv olmasın cümləm. Çünki mən bunu da ifadə etməliyim axı. Okay, deyəcəm ki, onların bəziləri ağırlıq daşları qaldırırdılar. Okay. Nə deyəcəm? Deməli, some of them, məsələn, exercise, idman edirdilər, düzdür. Exercise with ağır daşlarla. Heavy equipments, heavy tools, ağır alətlərlə. Bax, məsələn, belə yazım. Ağır alətlərlə idman edirdilər. Aha. Sonra, deməli, buna deyək, Tomla, ikisi də qızdırsa öldüm mən. İndi sizə qəşə düşəcək, uşaqlar şəkil, yəni mən də anlayın, mən bunu düzəməli görmürəm. İkisi də qız olsa saysaq, məsələn, Jane and Helen
deməli, exercised özdə exercised olacaq və yaxud da belə yazaq uşaqlar. Çünki xəbəri düzgün yazmalıyam axı. Were exercising. Were exercising with heavy tools. Jane and Helen were running. Ne etmişlər? Were running. Qaçırdılar. And deməli bu 3 dənə dosta da ad verək. Bob, sonra Kevin and Tom were watching them. Onları nə edirmiş? İzləyirdilər. Məsələn, bəzi uşaqlar, qoy bunu yazım, sonra sayacağım. Əgər az olsa söz sayı artırar, problem deyil. Bir dənə qulaq asın mənə. Bax, bəzi uşaqlar belə edir. Söz sayı olsun deyə, çox olsun deyə də, yəni tamlaşdırmaq üçün söz sayını götürür, hamısını davam edici zamanda yazır. Uşaqlar, hamısını davam edici zamanda necə yaza bilərsiniz? O şəkildən asılıdır. Bax, şəkillər fərqli şəkillərdir. Hamısı da idman zalındadır axı, fərqli adamlardır. Rahat bir şəkildə, məsələn, mən bunu deyirəm ki, bəzi uşaqlar deyirəm ağırlıq daşları qalır, bəziləri nə bilim kimlə kim, filan kəs qaçırdı. Bu birisilər də onları izlərdi. Düzdür? Mən bunu yaza bilərəm. Okay, burada problem yoxdur. Yəni hamısı ayrı-ayrı deyə davam edici zamanda hamısı olar. Amma mən necə deyim? Eyni insandır. Deyim ki, eyni anda gedir mağazaya, eyni anda, həmin andaca deməli, məsələn, nəsə bir şey alır, çörək alır, eyni anda qayıdır evə. Yəni bunun sıralaması olsun da, əziyyətdən keçsin. Birinci girsin mağazaya, çörəyi alsın, ondan sonra qayıtsın. Hamısını keçmiş davam edici zamanda, ümumiyyətlə hamısını davam edici zamanda mən necə yazım? Mümkündür bu? Əlbəttə ki, xeyr. Yəni o şəkildən asılıdır, diqqət edin. Baxım görüm nə qədər oldu? 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 15 16 17 18 19 20, 21, 22, 23, 24, 25, 26, 27, 28, 29, 30, 31, 32. Okey. Sonda deyək. Sonda nə deyək? Deyək ki, deməli, uşaqlar idman zalında gün keçirdiklərinə görə, deməli, çox xoşbəxt idilər. The children were very happy to be at the gym. Və yaxud da to be deyə yazın. Problem deyil. Onsuz da 35 sözü keçdi. Yəni orada olduqlarına görə çox xoşbəxt oldular. Bitdi. Bu qədər. Videonu bəyəndinizsə like etməyi, kanala abunə olmağı, şərhlər bölməsinə öz fikirlərinizi bildirməyi və maksimum şəkildə videomuzu paylaşmağı unutmayın.